Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adıyla və yadıyla siz əziz yoldaşlara, sirdaşlara, dinləyicilərə salam ərz edirəm. Hər haldasınız, xoş yaşayasınız, xoş düşünəsiz. Səfər ayının 28-i şiələrin baxımında Peyğəmbərin dünya dəyişən günü sayılır. Amma təsənnün dünyası Peyğəmbərin dünya dəyişən gününü demək olar Rəbiül-Əvvəl ayında bilir. Hər halda bu çeşitli baxımdan keçsək, hər şeydən öncə biz bunu bilməliyik ki, İslam Peyğəmbəri bir dənə böyük əxlaqi şəxsiyyətə malik idi. Yəni, İslama təşərrüf tapmamışdan öncə bu insan iki sifətin üstündə, özündə çox işləmişdi. Ən birincisi əmanətdarlıq idi. Yəni, demək olar ki, bu zamanki bahlər vardı, siz öz malınızı aparıb bahlərdə əmanət qoyursunuz. O zamanlar demək olar bir əmin, əmanətdar şəxsiyyətlər var idi ki, insanlar ticarətə gedəndə ya bir ayrı yerə gedəndə malların gətirib ona tapşırırdılar. Demək olar ki, Peyğəmbər o qədər öz şəxsiyyətinin üstündə işləmişdi ki, bunu Muhammed Əmin tanıyırdılar. Yəni, millət gətirirdi, malını buna tapşırırdı və qeydib gələndə də malını alırdı. Bu əmanətdarlıq idi. İkincisi nə idi? İkincisi sədaqət idi. Yəni, düzgünlük, doğru yola getmək, düz danışmaq, düz feilə və düz əmələ sahib olmaq. Ona görə idi ki, bu Həzrət demək olar ki, Peyğəmbər olanda millətə deyirdi ki, mən indi desəm ki, bu dağın dalısında ordu gəlibdi, sizə basqın yapacaqdı və yürüş eləyəcəkdi, siz inanarsınızmı? Millət deyirdi ki, əlbəttə biz inanarıq, biz Muhammeddən bura kimin yalan eşitməmişik. Yəni, demək olar ki, bu əmanətdarlıq və bu sədaqət iki sifətdir ki, hər insana İslama girməmişdən öncə bu gərəklidir ki, insanlar bu iki sifətin üstündə işləməlidirlər. Ona görə biz baxırıq, görürük ki, Quranda da Maidə surəsində və sonuncu surədə və 1-ci ayəsində möminləri dəvət eləyir ki, ya eyyuhəl-ləzinə amanu ufu bil-uqud. Ey möminlər, siz o əhd-i peyman ki, bağlırsınız, onlara neyləyin? Vəfadar qalın. Yəni, İslamın başlanğıcı da belə demək olar ki, başlayır. Demək olar ki, Nəhc-ü Bəlağiyə də baxanda biz görürük ki, Həzrət 94-cü xutbədə Peyğəmbərin barəsində danışır. Deyir ki, fəbələğə sallallahu aleyhi və aleyhi fən-nəsihə. Peyğəmbər nəsihəti, yəni millətə öyüd verməyi çox yüksək səviyyədə apardı yuxarıya. Hey bunlara öyüd verdi. Axı, öyüdü verirdi, özü də o öyüdü qabaqca öz içərisində işləyib, o tutmuşdu yerində. Bunlar da inanırdılar bunun öyüdlərinə. Öyüd də gəlib otururdu yerində. Və məzə ələt təriqə. Bunları ipə sapa çəkirdi. Yəni, yola çəkirdi. Bunlar yoldan azırdılar. Peyğəmbər o təriqətə və o yola neynirdi? Bunları çəkirdi. İpə sapa yığmaq demək olar. Məzə ələt təriqə bu mənisi. Və də'a iləl-hikmə. Bunları neynirdi? Hikmətə dəvət edirdi. Möhkəm qaydalar, qanunlar, tartan-partan deyirdi, danışmayın. Yəni, o təcrübələri ki, insan tarixdə ona əl tapmışdı, o təcrübələrə Peyğəmbər bunları dəvət eləyirdi. Hikmətə deyib bunları dəvət eləyirdi. Vəl-mauizətil həsənə. Və yaxçı muizələrə neynirdi? Bunları dəvət eləyirdi. Və Tanrıdan və Allahdan mən istəyirəm ki, bizi o Həzrətin düzgün yolunu getmişlərindən eləsin. Səfərin 28-ni mən bütün müsəlmanlara, möminlərə Peyğəmbərin dünyasının dəyişməsini və İmam Həsən əleyhissalamın dünyadan getməsini sizlərə təsliyyət deyib və umaram ki, o iki Həzrətin yaxçı və iyi yol gedənlərindən olaq. Sağ olasın.